Hər bir halda Allah subhanahu və teala görsə ki, bir insanın qəlbində insanların hidayəti üçün hərisliyi var, bərəkət verəcək. Amma görsə ki, başqa mənfəətlər güdür insan. Ola bilər mənfəət güdsün, yoxsa yox? Ola bilər, Emil. Az olub. İnsan var ki, dəvətçi var ki, dəvət adınla özünə güzaran düzəldib. Yaşayışını düzəldib. Yaşayışını formalaşdırıb. İnsanlar həris oldu, həris olmadı, kimsə azdı, kimsə azmadı, yox. Din adı altında, dəvət adı altında, elm əhli adı altında, elm əhliyəm, tələbəyəm adı altında özünə güzaran düzəldib. Və bu hiss olunur, görsənir ki, insanların zəlalətdə olması bunu elə də yandırmır. Başqa mənfəət güdür dəvətlə. Belə insanlar da var. Tanınmaq istəyir, şöhrət istəyir, atsan istəyir. Hə, İbrahim? Başqa şeylər güdür, mənfəət deyirlər buna. Dünya mənfəətləri. Bu yoxdur. Ona görə kimdə mən dediyim varsa, hərisli. Allah Teala onun dəvətinə bərəkət verir, verəcək də. Və onlar hamısı göz qabağındadır. Elə ki, niyyət dəyişir, hə? Şeytan gəlir axı. Dəvətçilərə də yaxınlaşır şeytan. Hə, yox, bu olmasın, bu olmasın, bu olmasın. Ha, onda artıq insan xusran üzərində olur. Düşür zəlalətə. Allah uzaq eləsin. Onun dəvətçi olmaması daha xeyirli idi dəvətçi olmasından.